128 yaddaş telefon 250 manatdan düşüb 65 manata. Görürsünüz, bu cür məhsulu almaq istəyən hər kəs xahiş edirəm. Axşam saat, günorta saat 3-dən sonra, 2-dən sonra, 1-dən sonra gəlib bizə yazmayın ki, mən gəldim, gördüm bu telefon yoxdur. Mən gəldim, gördüm o toz soran yoxdur. Dünənlərim gələnlər görür ki, bura günorta sonra bomboş boşalmışdı. Nə telefon vardı, nə planşet vardı. Gecə ilə hər dəfə deyirəm bunu. Dünən də canlı yayımda dedim. Sırağı gün dedim ki, qarşı narahat olmayın. Mal qurtardıqca hər dəfə yeni mal gəlir. Bax, yeni toz soranlar gəlir. Baxın, toz soranlar görürsünüz. Kompüterlər gəlib yeni görürsünüz. Bax, tabletlər gəlib yeni. Baxın, 189 manata tablet qoyublar qiymətini. 700 manatdan 290 manata tabletlər var, 128 yaddaş. 270 manatdan 99 manata düşən tabletlər var. Baxın, MyPad-lər var. Görürsünüz? Qiyməti baxın. Sonra axşam gəlib burada xahiş edirəm. Saat, nə bilmə, 660 manatdan 480 manata. Vaxtında gəlin. Dünən də dedim, vaxtında gəlin. Dünən də mən saat 4-də burada idim, gəldi ki, heç nə yoxdur ki, burada niyə yalandan paylaşım edirlər? Arkadaş, tezləndən gəlir, sən saat 4-də gəlmişsən bura, mən bu telefonu qoyum qırağı ki, bunu Əhməd gəlib saat 4-də alacaq. Kimin qismətidir, qarşı gəlib alacaq. Bax, 128 yaddaş telefondur, 250 manatdan düşüb 64 manat 99 qəpiyə. Görürsünüz qiymətini? Və mən də bunu çəkirəm, qoyuram, bura düşüb gedirəm, gözəl insanlar. Biz bunu özümüzə almırıq. And olsun, Qurana heç özümə buradan bir çöp də almamışam. Alsam deyirəm, almışam da, mənə belə pismasını döyməyəcəksiniz, əlimdən alamayacaqsınız. Sadəcə olaraq almamışıq biz. Və yaxud da ki, baxın, 630 manatdan 320 manata düşəni var. Sonra 1050 manatdan 620 manata düşəni var. Yəni, arxain olmayın. Hər dəfə də deyirəm, dünən də canlı yayımda dedim, sırağı gün də canlı yayımda 2 ağaç adam var. Hava istidir, axşam saat 5-də gedərik də ora. Axşam 5-də burada nə qalacaq axı? Bura hər gün mal qurtarır və yeni mallar gəlir. Gecə yeni mal gəlir. Və dünən görürsünüz, ucuz telefon yox idi. Bugün artıq yeni gecə səhərdə də gəlib görürük ki, gecə gətirib qoyublar. Baxın, 250 manatdan 65 manat. Görürsünüz? Ona qeyd ki, vaxtında gəlin, vaxtında. Ünvan Baku Electronics'dir. Baku Electronics'in Bakıxanov filialı mağaza Bakıxanov Mall ilə üzbözdə yerləşir. Bakıxanov Mall ilə üzbözdə yerləşir. Tozsoranlar gəldi mi? Bax, tozsoranlara baxın, təzə mallar gəlir. Baxın, tozsoranlara bax. Dünən bunların heç biri yox idi, düzdürmü? Dünən gələnlər görür ki, bura bomboş boşalmışdı. Və yenə də mal gəldi. 360 manatdan 200 manata düşəni var. 360 manatdan 230 manata düşəni var. Və yaxud da ki, burada biri vardı. Baxın, 300 manatdan 80 manata özdə tef al. Baxın. Yazılar ki, sədriyyətdə elə o qiymətdir. Qardaş, sədriyyətdə bu modeli mənə 80 manata satılan yerini göstərir, xahiş edirəm. 300 manatdan 80 manata, görürsünüz? Və bu 80 manatı da ki, aylara bölə bilərsiniz. Baku Electronics'i Bakıxanov filialıdır. Baxın, 1400 manatdan 450 manata düşəni var. 180 manatdan 80 manata düşəni var. Bunları kim almaq istəyirsə, xahiş edirəm, tezləndən gəlin. Saat 12-dən sonra, nə bilim, 1-dən sonra, 3-dən sonra gəlib yazmayın ki, qarşı, gəldim, gördüm, boşdur, gəldim, gördüm, heç nə yoxdur. Baxın. 2400 manatdan düşüb 860 manata, görürsünüz? Baku Electronics'in Bakıxanov filialıdır. Bakıxanov filialıdır. Mağaza Bakıxanovda yerləşir. Bakıxanov Mall ilə üzbözdə. 1450 manatdan 840 manata. Və yaxud da ki, burada var 1300 manatdan 590 manata. Ayın 19-na qədər kampaniyadır. Yəni, bu demək deyil ki, mal qutardı, daha gəlməyəcək. Xeyr, ayın 19-na kimi bu mütəmməli davam edəcək. Mal qutardıqca digər anbarlardan, depolardan mal gəlir. Bunu mən həmişə edirəm və yenə edirəm. Mal qutardıqca mal gəlir, depolarda mal gəlir, narahat olmayın. Bu tablet qəşəng şeydir. 270 manatdan 99 manata düşürdü qiyməti. Buyur, laptop istəyirsiniz, laptop istəyirsiniz. Bu cür qəşəng 99 manata. Nə düşür axı 99 manata? Google-u var, YouTube-u var, YouTube-u var. Nə şəkil çəkəni var, kamerası var. Nə deyir? Huawei, çox gözəl şey. 99 manat qiymətidir. 200 manata düşən telefonlar var, 900 manatdan 600 manata düşən telefonlar var, 650 manatdan 480 manata düşən telefonlar var, 2900 manatdan 1700 manata düşən telefonlar var. O gün bir xala gəlib ki, hanı demişsiniz ki, burada bütün telefonlar 20 manatdır. Deyirəm, hansı videoda demiş olsunuz, bir göstər görün mən o videonu. 750 manatdan 390 manata düşən telefonlar var. Hər qiymətli telefon var. Ən ucuzlusu bax budur. Bax görürsünüz, 250 manatdan 65 manata düşübdür. Görürsünüz qiyməti, baxın. 250 manatdan kreditlə verilir, bəli, neçə vaxtı deyirəm, yenə deyirəm. Bu 65 manatı aylara bölə bilərsiniz. Aşağıdakı 18 ay vurulsun 14 manat bu deyil, ha. Bu bahalı qiymətin endirimi aylığıdır. Siz 65 manata gələcəksiniz, kompüterə bölüb verəcəklər sizə. Harası o da heç aya 5 manat edir, 6 manat edir, 6 manat neçə qəpiyə eləmə deyirsən aya. 65 manat qiymətidir. Və yenə deyirəm, bu modeli üçün biz paylaşıb gedirik. Xahiş edirəm, axşam saat 5-də gəlib deməyin ki, hanı bu telefon? Kim almaq istəyirsə, bu cür ucuz mallar var. Çünki cəmaat tezləndən gəlir, Sumqayıtdan gəlir, Hövsandan gəlir, Binədən gəlir, mağazanın qabağında adamlar var. Gəlirlər tezlənə malı, götürürlər, aparırlar, gedirlər. Və gecə ilə yenə də təzə mallar gəlir. Baku Electronics'in Bakıxanov ilə çatdırma yoxdur, əzizim mənim.
Və belə şeylər yazmayın. Abi biraz ki, at kartı və pul sənə pul atıb o telefonu mənim üçün qırağa qoy. Biz burada işləmirik. Biz də sizin kimi adım insanlarıq. Mağazalarda olan endirlər çəkib paylaşırıq. Baxın 400 manatdan 180 manata düşəni var. 256 yaddaş, 180 manat. Dünənlərin vardı 90 manata düşmüşdü. Sıra gün vardı burada yanınızdasa 50 manata telefon vardı, 20 manata tozsoran var idi. Hər gün yeni mallar gəlir. Yenə deyirəm, bax bu günlə bu qutaracaq, alacaqlar, sabahların başqa modeli gələcək, başqa qiyməti olacaq, daha da ucuz olacaq, ola bilsin. Məsələn, dünən mən dedim ki, yeni mallar gəlir. 250 manatdan 65 manata düşən telefonlar var. Televizorda göstər, televizorlarda var. Bax, televizorlarda göstərək, bax. 4300 manatdan 2090 manata düşən televizorlar var. 3500 manatdan 2200 manata düşən televizorlar var. Onlar müştərilərin alıb çox güman ki. 1070 manatdan 550 manata düşən televizorlar var. 1000 manatdan 600 manata düşən televizorlar var. Yəni hər qiymətdə var. Baxın 1100 manatdan 700 manata düşən televizorlar var. 3000-dən 2999-dan 1800 manata düşən televizorlar var. Baku Electronics mağaza Bakıxanovda yerləşir. Bakıxanovda. Valla bu isti havada dünən də yenə yazmışlar ki, qarşı mən getdim Nərimanovda gördüm orada indirim yoxdur. Hərəsi öz qiymətidir. Sən Nərimanov demişəm mən. Bu cür şeyləri mənə çatmır. Valla bunlar niyə videolara baxmırlar? Baxın. Robot. Aha, robot işləyir bu hazır. 1200 manatdan 380 manata. Baxın qiymətinə. Robot tostoran. 1200 manatdan 380 manata. O yazırlar bir də görürəm arada oxuyuram kommentarlar. O elə sədrəkdə o telefon qiyməti elə 50 manat idi də. 50 manata sədrəkdə harda 128 yaddaş telefon var. Oranın adresi mənə yazın, xahiş edirəm. 500 manatdan 200 manata. 370 manatdan 170 manata. Yəni hər qiyməti var. Baxın 270 manatdan 130 manata, 200 manata. Ən ucuzu bax budur Tefaldır. Gördüyünüz ki, bu da kimin qismətidir. 300 manatdan 80 manata. Görün qiymətini. Baxın. 80 manata düşüb 300 manatdan. İzləyin. Vallahi yenə də mayın 19-dan kimi hər gün burada mən səhər tezdən gəlirəm. Yeni malların canlı yayımını açıb paylaşıram. Ona görə də hər kəs bir dənə takib atsın ki, mən səhər tezdən paylaşım edirəm. Və yenə deyirəm, xahiş edirəm, bir dost kimi, bir qardaş kimi inciməyin. Gəlib burada əli boş qalan insanlar inciməsinlər. Bəziləri var təhqir yazırlar. Dünən bir təhqir yazıb keçib səhifəsinə baxıram. Öz uşaqlarının profilinin şəklini qoyub gəlib mənə təhqir yazır. Sən heç olmasa mənə hörmət eləmirsən, cəhənnəm. Öz uşağına hörmət elə də, bədbəxtin oğlu. Biz bunu çəkib gedirik və bizdən sonra burada yenə deyirəm gün ərzində 6000, 7000 müştəri gəlir. Yəni, siz təsəvvür edin bura nə olur? Dünən bura bomboşdur. Dünən mən saat 4-də gəldim, and olsun qurana. Burada demiyorlar bomboş, heç nə qalmamışdı. Bax indi yenə də mallar gəlib. Görürsünüz 250 manatdan 65 manata düşən telefonlar var. Ən ucuz budur. Və ya da ki 2600 manatdan 1700 manata düşən telefonlar var. 1200 manatdan 730 manata düşən telefonlar var. Baku Electronics'in Bakıxanov filialı Bakıxanovda yerləşir. Bax dünən burada kombilər yox idi, düzdürmü? Bax bu günlərin görürsünüz nə qədər kombi gəlir, fikir verin. Ən ucuzu budur. Baxın, demiyorlar 1000 manat etdi. 1000 manatdan 530 manata qardaş kombi və bu 530 manatı da sənin üçün aylara bölə bilirlər. 1150 manatdan 709 manat. Hər evə lazım olan bir şey var. 500 manatlı kombilər nə qədər gəlibdi? Dünən yox idi. And olsun qurana dünən burada mən kombi görməmişdim. Yəni bu qiymətə baxın. 1990 manatdan 530 manata kombilər. 929 manatdan 530 manata. 1070 manatdan 709 manata. Qab-qacaqlar da var, porselen setləri var. Nə bilmək, nə istəyirsən də qazan, tava, hər şey. 930 manatdan 530 manata. 1200 manatdan 550 manata. Hər qiyməti var. 1080 manatdan 590 manata kombilər var. Yəni gəlin aparın da qardaş, nə deyim valla buna artıq. 789 manata düşürdü 1200 manatdan. Bax, yenə deyirəm əziz dostlarımız, bu endirimli qiymət var ha, 1169 manat. Bunu aylara bölə bilirsiniz. Kondisioner varmı? Var. Bəqərs 1300 manatlı kondisioner var, düşürdü 830 manata. Və yaxud da ki, bunun neçə günün qabında heç kəs almır. Düzdür, bu boyda otağı gerək kimi olsun ki, 100 kvadratdır. O yazırlar ki, dünən outletdə getdi, gördüm, Allah pis günədir. Qardaş, bura bax, bir dənə bax bu defekti görə. Görsən, mürəkkəb dağılıb bir damcı üstünə, və sonra çıxır o da. Qiymətin qoyubdur 4200 manatdan 2700 manata. Bir dənə bax buna görə, balaca bir şeydir. Baku Electronics'in Bakıxanov filialıdır. Baku Electronics dərin soyuducu da var. Bax, dərin soyuducu bunu deyirsən də yəqin ki, bax, al. Sıra gün bu yox idi. 2-3 günü mən gəlim yox idi. Artıq dünən desən gətiriblər. Sıra gün gətiriblər bunu, bax. Qiyməti 2000-dən 1200 manata düşübdür, 1250 manata. Baku Electronics'in Bakıxanov qaz filtrləri varmı? Qaz filtrləri hər cürə var, əzizlərim. 1000 nəfər adam var canımızda. O 1000 nəfər kimdirsə, əməli başda ekranımızı bəyənir. Allah o 1000 nəfərin balasını sağlasın. Allah o 1000 nəfəri var eləsin, əzizim mənim. Allah səni qorusun. Qalan 999 var, hamısı baxır. Düzdür, bizim bəyənmirlər, niyə bəyənmirlər? Çünki biz burada bambıl hərəkət eləmirik. Biz burada pis şeylər paylaşmırıq, söyüş söymürük,
240 manatdan 99 manata düşənlər var, 400 manatdan 230 manata düşənlər var, 550 manatdan 1000 nədir ona da toyistinə bu. 199 manata düşənlər var. Baku Electronics'in Bakıxanov filialı. Bu platformada ancaq elə bambılıq eləsən ki, kimsə səni bəyənsin. Onu da biz bacarmırıq. Bəyənsə də sağ olun, bəyənməsə də sağ olun. Bizim işimiz sadəcə olaraq